və çıxış üçün növbəti söz verilir. Üzr istəyirəm, kimisə mikrofon açıldı deyəsən, echo verirdim. Cavanşir bəy. Buyurun Cavanşir bəy. Çox sağ olun. Təşəkkür edirəm. Bütün millət vəkillərini və izləyiciləri salamlayıram. Yəni, bugünkü mövzu çox aktual mövzudur. Bildiyimiz kimi pandemiya dövr başlayandan bəri quru sərhədlər bağlanmış və heç bir əsas olmadan bütün dünyada pandemiya bitsə də Azərbaycanda hələ də pandemiya bəhanəsi davam edir. Ona görə də bu quru sərhədlərin bağlı saxlanmasını tam əsassız və qanunsuz verirəm. Bu birbaşa Azərbaycan Respublikasının konstitusiyasına, əsas qanuna ziyandır, əsas qanuna ziddir. Deməli, məruzəçi namizəd bəy də qeyd edildi Konstitusiyanın 28-ci maddəsində 3-cü hissəsində konkret göstərilir ki, hər bir Azərbaycan vətəndaşının ölkə ərazisində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək və ölkə sərhədlərinə çıxmaq, o cümlədən 4-cü bəndinə əsasən 28-ci maddənin sərbəst şəkildə öz ölkəsinə qayıtmaq hüququ var. Yəni, biz gördüyümüz kimi bütün bu konstitusiyanın bütün tələbləri və ondan irəli gələn həmçinin Azərbaycanın beynəlxalq səviyyədə imzaladığı insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qanunun bütün tələbləri kobud şəkildə hazırki antimilli rejim tərəfindən pozulur. Çünki bunları antimilli rejimdən başqa hakimiyyət demək də doğru deyil. Hüquqi cəhətdən nəyə görə? Normal hakimiyyət öz vətəndaşının qeydinə qalmalıdır, onun hüquqlarını qorumalıdır. Onun üçün hər bir təminat yaratmalıdır. Ancaq biz nəyi görürük? Biz əksinə görürük ki, bu rejim onun təyin etdiyi saxta Milli Məclisin üzvləri, hansı ki, Azərbaycan xalqı onları heç bir səs də verməyibdir. Demək olar ki, yuxarıdan prezident administrasiyasının siyasi əsasında təyin olunmuş millət vəkilləri xalqın hüquqlarının qorunması haqqında onların maddi mənəvi təminatlarının təmin olunması əsasında heç bir iş görmürlər. Onların əsas işi nədir? Özləri üçün yüksək maaş təyin etmək, qadağan edici qərarlar çıxarmaq, cərimələri qaldırmaq. Yəni, bu birbaşa sübut edir ki, Azərbaycan hakimiyyətində oturan həm icra edici orqan, həm qanunverici orqan, hamısı birbaşa antimillidir. Çünki milli olsaydılar, bu xalq üçün hər hansı bir müsbət addımlar atardılar. Bu tək bununla yekunlaşmır, həm də Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsindən nümunə gətirmək istəyirəm. Orada qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı hansı formada olmalıdır? Deməli, birinci, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqları gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Görək, hakimiyyət orqanları, məhkəmə orqanları bu borcu yerinə yetirirmi? Xeyr, bildiyimiz kimi onlar bu borçlarını qanuni şəkildə yerinə yetirmirlər. İkinci hissəsində qeyd olunur, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Yəni, konkret yazılıbdır. Buradan heç kimin səlahiyyəti yoxdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini hər hansı bir formada məhdudlaşdıra bilsin. Yəni, burada xüsusi şərtlər var. Hansı şərtlər? 3-cü bəndində qeyd olunur həmin 71-ci maddənin yalnız müharibə, hərbi vəziyyət, fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Yəni, o əsaslandırılır ki, hansı əsaslara görə məhdudlaşdırılır. Yəni, o da qismən ola bilər. Yəni, 4-cü bənddə qeyd olunur. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə hər hansı bir məsuliyyət daşıya bilməz. Bu konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının, azadlıqlarının ləğvinə yönədilmiş maddə kimi təsvir edilə bilməz. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları, azadlıqları birbaşa qüvvədədir.
insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələrə məhkəmədə həll edilir. Deməli, bildiyimiz kimi bizim məhkəmələr də hamısı sifarişlə işləyir. Heç bir qanunla işləmədiyinə görə, yəni bizim məhkəmələrə daid etmək olar. Adicə nümunə götürək. Bugün məsələn siyasi fəal Müsavat Partiyasının üzvü Tofiq Yaqublu məhkəmə heç bir deməli sübut dəlil olmadan sadəcə tənqidi onun yazılarına görə 9 il müddətinə azadlıqdan məhrum edib. Bu da bizim məhkəmələrin yuxarıdan birbaşa siyasi sifarişlə işlədiyini göstərir. Yəni bizim də əsas məqsədimizin də Azərbaycan Xalq Parlamentində əsas məqsədi odur ki, ölkədə qanun vericilik bazasının tam işləməsini, yəni qanunların şah olmasını, şahın qanun olmasının qarşısını almaq, qanunları işlək vəziyyətdə gətirmək və ölkədə bütün vətəndaş hüquq və azadlıqlarının bərpasına nail olmaq, onların deməli bütün təminatlarını etmək, onların sosial rifahını yüksəltmək, yəni əsas məqsədimiz budur. Ona görə də biz bu istiqamətdə hamımız əl-ələ verərək çalışmalıyıq. Təşəkkür edirəm. Teşekkür ederim Cavanşir Bey, var olun.